Salam dostlar, xoş gördük. Növbəti videoma xoş gəlmisiniz. Bu videoda borcdan bəhs edəcəyik. Yapon cəmiyyətində borc anlayışından və bu anlayışın bizim cəmiyyətdə borc anlayışı ilə qısa müqayisəsindən. Borc anlayışı əxlaqın fundamental anlayışı olaraq cəmiyyət tərəfindən qəbul edilmiş dəyərləri yerinə yetirmək məcburiyyətində ifadə olunur. Borc cəmiyyətin mövcudluğunun ən vacib elementidir. Onsuz heç bir cəmiyyət mövcud ola bilməz. Təəccüblü deyil ki, çoxları bu barədə düşünməsə də, insanı vəhşi təbiətdən ayıran və insan kimi formalaşdıran ən başlıca ideya borc ideyasıdır. İnternet dövründə hər birimiz Yaponiya barədə qısa video parçaları və blogerlərin reportajlarına baxıb xalqın yaratdığı bu cəmiyyəti, rifahı, nizam-intizama məəttəl qalırıq. Bəzilərimiz bu möcüzənin səbəbləri haqqında fikirləşirik. Yapon möcüzəsinin səbəbləri çoxdur. Bugün yalnız birindən, Yapon əxlaqından danışacağıq. Əlbəttə ki, Yapon əxlaqı ideal deyil. Yapon tarixi buna bariz nümunədir. Bir xalqın əxlaq dəyərləri nə qədər yaxşı olsa da, şərə meyldən sığortalı deyildir. Keçən əsrin Yapon militarizmi və qəddarlığı buna əyani sübutdur. Bəlkə çoxlarımız Yaponların işğal etdikləri Şərqi Asiya xalqlarına etdikləri vəhşiliklərdən xəbəriniz yoxdur. Bu vəhşiliyin kulminasiya nöqtəsi 731-ci dəstədir. Harbində yerləşən bu dəstə General Siro Isi tərəfindən rəhbərlik edilirdi və burada Çinli əsirlərin başına olmazı müsibətləri açmışlar. Yəni Hitler Almaniyasından heç də fərqlənməyən bir hərəkətlər etmişlər. Yapon dilində borc anlayışı geniş mənada 10 kimi ifadə olunur. Yəni bizim dildə 10 kəmiyyət göstəricisidir, onlarda 10 borc anlayışıdır. Yapon əxlaqında ən vacib prinsip cins, nəsillər arası müxtəlifliyə əsaslanan iyerarxiya ailə həyatının vacibliyi prinsipidir. Yəni hər kəs öz yerini bilməlidir. Hər kəsin öz yerini bilməsi cəmiyyətin ən vacib elementlərindəndir. Dünyada ikinci elə xalq yoxdur ki, borc institutunu Yaponlar kimi dəqiqliklə işləsinlər. Hətta edilən ən cüzi xeyirxahlığa görə sağolda ifadə olunan minnətdarlıq hissi də Yaponlarda bir-birindən fərqlənir. Onlarda minnətdarlığı ifadə edən 4 söz mövcuddur. Birincisi kinoduki, ikincisi arigato, üçüncüsü sumimasen, dördüncüsü katadzikenai. Bunların hər biri fərqli-fərqli edilən xeyirxahlığa görə verilən minnətdarlıqdır. Kinoduki sağ olun, mən özümü sizə borclu hiss edirəm. Sizin qarşınızda günahkaram kimi məzmun daşıyır. Arigato, oh, sizin etdiyiniz necə də ağır lütfdür. Bu böyük və çətin edilən yaxşılığa görə verilməli cavabdır. Hətta dükan işçiləri alınan məhsula görə bunu deyirlər. Yəni xidmət sektoru bu özünü alıcıya minnətdar hesab edir və bu zaman arigattodan istifadə edirlər. Katadzikenai sağ olun mənasını, layiq olmadığım borcu qəbul etməyə utanıram deməkdir. Yəni bu elə ağır insan üzərinə belə lütf qoyur ki, insan o lütfü qəbul etməkdən utanır. Bu zaman katadzikenai sözündən ifadə edirlər. Bu adətən analoqsuz bir lütfdür. Misal üçün, keçmiş dövrlərdə samurayları cəzadan azad etdikdə onlar bu sözdən minnətdarlığını bu sözdən ifadə edirlər. Və yaxud da ki, ən aşağı təbəqədən zadəgan ailəsinə qulluqçu seçilən qız özünü katadzikenai borcusu bilirdi. Adətən dükan sahibi sumimasen terminindən işlədir. Mən sizdən borc aldım. Yəni sizə borcluyam deyə öz minnətdarlığını ifadə edir. Borc, yəni 10, adi şeydə xırda belə bizim üçün cüzi səslənən bir şeydə də alına bilər Yapon düşüncəsinə görə. Buna misal olaraq Yapon ədəbiyyatının klassiki sayılan Botyan romanında xuliqan bir məktəblikdən digəri
nə soyuq su alır və həmin şəxs xuliqandan su kimi cüzi bir şeyə görə borclandığı üçün vicdan əzabı çəkir. Yəni adi suya görə bu insanlar da özünü borclu bir hesab edirlər. Yapon atalar sözündə deyilir ki, borcu qəbul etmək üçün təbiətən geniş qəlbli olmalısan. 10 borcdur və ödənilməlidir. 10 yayı gərilmiş ox kimi daima onun ödənilməsi hissi gətirir. Yapon əxlaqında borc özü fəzilət deyil, borcun ödənilməsi fəzilət sayılır. İnsan özünün borcunun ödənilməsinə aktiv sərf etməlidir və əlindən gələni etməlidir. Yaponlar borcun ödənilməsini bir neçə kateqoriyaya bölürlər və onların hər birini kəmiyyət və zaman hüdudları mövcuddur. Yəni belə götürdükdə iki yerə bölmək olur Yapon borc anlayışını: Ginmu və Giri. Ginmu sonsuz insanın boynuna qoyulan borcdur. Bu anadan gəlmə borclardır. Giri isə sonradan insanın öz öhdəliyi ilə könüllü qəbul etdiyi borcdur. Ümumiyyətlə subyektinə görə isə Yaponlar aşağıdakı borcları fərqləndirirlər. Ko-on imperatordan alınmış borc. Oya-on valideynlərdən alınmış borc. Nisun-no-on sahibdən, ağadan alınmış borc. Bu daha doğrusu feodalizm dövrünə təsadüf edən borcdur. Dördüncüsü isə Sin-no-on müəllimdən alınmış borc. Yəni fikir verirsiniz necə düşüncə mövcuddur. Müəllim tələbəyə dərs deyərsə, tələbə, şagird ondan ömrünün axırına kimi borc alır. Yəni minnətdarlıq borcu. Ginmu insan nə qədər ödəsə də o qismən ödənilmiş sayılır. Yəni bu sonsuz borcdur. Bu ginmu borcu insanın öz valideyninə və vətəninə olan borcudur. Yəni imperatorun timsalında. Onlarda vətən anlayışı imperator anlayışı ilə eyniləşdirilir. Bilirsiniz ki, Yaponiyada monarxiyadır və imperator bir növ dini bir statusa malikdir və belə deyək, günəşin oğlu sayılır. Onun nəslindən sayılır mifologiyaya görə. Ginmudan fərqli olaraq Giri riyazi dəqiqliklə ödənilməli olan borcdur. Bura qədim dövrlərdə knyazlara olan borc, ondan başqa qohum olmayan digər insanlara və yaxud da ki, yaxın qohum olan digər insanlara olan borclardır. Onu da qeyd edeyim ki, insanın öz şərəf və ləyaqətini qorumaq borcu deyilən Yaponlarda bir anlayış var. Bu da Giri kateqoriyasına, yəni dəqiq ödənilməli olan kateqoriyaya aiddir. Yaponlar borcun ödənilməsində uğursuzluq, yayınma, bəhanə qəbul edilməz sayırlar. Bu borc anlayışı uşaqlara məktəbdən aşılanır. Yaponlarda ən təsirləndirici hekayələr inanılmaz məhrumiyyətlərə dözərək kreditorlara borcunu tam ödəyən şəxs əsl fəzilətli insan sayılır və həmişə bu ədəbiyyatda bu belə deyək, geniş təşviq edilir. Yaponiyada əcdadlar qarşısında borc uşaqlara qayğı idilə ödənilir. Onların çox maraqlı anlayışı mövcuddur. Yəni atanın, valideynin və yaxud da ananın uşaqlara borcu mövcudluğu onlarda əsas sayılmır. Ümumiyyətlə belə bir anlayış yoxdur. Onlar uşaqlara qayğı borcunu öz əcdadlarından götürürlər. Yəni öz valideynindən. Öz valideyni bunu bəslədiyinə görə ondan borc alır, bu da öz uşağına o borcu ötürməlidir. İmperatora borc tüyu adlanır, bəzən hətta absurd səviyyəsinə gəlib çatır. Buna misal olaraq 2-ci Dünya müharibəsində həqiqətən baş vermiş bir hadisəni göstərə bilərik. 2-ci Dünya müharibəsi zamanı komandir belə müəyyən bir döyüş tapşırığını yerinə yetirmək üçün bir ehtiyac yaranır. Bu marş-brasok eləyirlər 50-60 mil uzunluğunda və o tapşırır ki, yubanmadan, hətta su içmədən belə bu yolu getməliyik. Bunlar gəlir həmin nöqtəyə gəlib çatanda bunların arasında 5 nəfər həlak olur.
susuzluqdan həlak olur və onların açıb su qablarını açıb baxanda görürlər ki, bunların su qabları ağzına kimi doludur. Yəni bunlar imperatora qarşısında borcu o qədər müqəddəs sayırlar ki, yəni komandiri də imperatorun iradəsinin ifadəsi kimi qəbul edirlər. Yəni onlar o suyu içməmişlər və o həlak olmuşlar. Girru Gimmidən fərqli olaraq könüllü olmayan borcdur. Bayaq qeyd etdim. Yaxın ailə üzvlərindən və dövlətdən başqa yerdə qalan bütün borclar qeyri sayılır. Hətta ərə gələn qadın qaynana və qaynatasına qeyri üzrə ana və yaxud da ki, qeyri üzrə ata və yaxud da qeyri üzrə qardaş. Yəni fikir verirsiniz, yəni ərə gedən qadın özünü borclu bilir öz ərinin yaxın qohumlarına və ondan irəli gələn davranışlar nümayiş elətdirir. Buna görə də Yaponiyada hələ də ailə dəyərləri, yəni ciddidir, toxunulmazdır ailə. Qeyriyi tanıyan insan fəzilətli insandır. Yaponlarda qeyri tanımayan insan ən ağır təhqir və söyüşdür. Mən bilirsiniz, yoxsa yox, Yaponlarda ümumiyyətlə söyüş belə geniş yayılmır. Demək olar ki, söyüş yoxdur. Onlarda ən ağır söyüş qeyri tanımayan insandır. İnsanın öz adına olan borcu onu ləkəsiz saxlamaq öhdəliyi yaradır. Ada olan böhtan, təhqir, intiqam ya da özünə qəsd ilə təmizlənə bilər. Bu da çox maraqlıdır. Yəni, kimsə səni təhqir edirsə və yaxud böhtan atsa, sən onun elədiyi hərəkətə uyğun da, belə deyək də, cavabını verməlisən. Ya intiqamda ifrata varmaq olmaz, əlbəttə ki. Onların təsəvvürünə görə ifrata varmaq olmaz. Onun da öz ölçüləri var. Digər bir yolu da əgər əlin çatmırsa, öz adını təmizləmək üçün özünə qəsd etməlisən. Bu da bir simvolik özünü öldürmə. Siz bunu bilirsiniz, yəqin ki, harakiri və ya seppuku yolundan həyata keçirilir. Bu yerdə haşiyə çıxmaq yerinə düşərdi. Bizim əxlaqi kateqoriyalarımızda yaxşılıq ünvansız olması anlayışı mövcuddur. Yəni, yaxşılıq et, dəryaya at. Balıq bilməsə də, xalıq bilər, bizdə bir atalar sözü var. Bu, əlbəttə ki, yaxşı bir, belə deyək də, anlayışdır, yaxşı bir insanı hərəkətə sövq edir, xeyirxahlığa insanları çağırır, lakin yarımçıqdır. Nəyə görə yarımçıqdır? Çox zaman bəzi insanlarda, hamısında demirəm əlbəttə ki, sui-istifadəçi naqqal insanlar tərəfindən bu əvəzsiz yaxşılıq kimi, əvəzsiz yaxşılıq borcu kimi qiymətləndirilir və insanın özünün boynuna, yaxşı insanın boynuna qoyulur. Yapon əxlaqi düşüncəsinə görə borc qeyri ödənilməsi vacib olan şeydir. Onun ödənilməməsi ağla gəlməz bir şeydir. Fəzilətli insan dünyaya ahəng gətirməlidir. Bu ahəng ancaq qeyrinin ödənilməsi ilə, yəni borcun ödənilməsi ilə dünyaya ancaq nizam gələ bilər. Borc ödənilmirsə dünya xaosdadır. Bunlar belə başa düşürlər. Əsrlər boyu hamımız şikayət edirik ki, yəni bizim cəmiyyətdə ən azından belə bir anlayış mövcuddur ki, bu yaxşılığa qarşı heç vaxt minnətdarlıq mövcud deyil. Bu hətta Yunan əfsanələrində də, əsatirlərində də bir belə deyək, rəvayətlə bizə gəlib çatmışdır. Yəni belə nəql eləyirlər ki, bir gün Olimp dağında Zevs bütün fəzilətləri, Allahları yığır. Bilirsiniz ki, Allahlar hərəsi bir fəzilət daşıyıcısı olurdu. Bu qıraqdan baxır, görür ki, hamı deyir, gülür. Qıraqda ancaq 2 dənə belə mısmırığını sallayan 2 dənə fəzilət var. Başlarını büküblər, heç bir-birinə baxmırlar da, sakitcə durublar. Bunları çağırır, deyir, gəlin bura görək. Siz kimsiniz? Biri qayıdır ki, mən xeyirxahlığam, o birisi də deyir, mən minnətdarlığam. Yəni buradan belə bir şey çıxardırıq ki, yəni əsrlər boyu da hətta Yunan dünya görüşündən belə gəlib ki, xeyirxahlıq heç vaxt minnətdarlıqla rastlaşmır. Və bunun ən başlıca səbəbi də bu borc kateqoriyası mənə elə gəlir ki, ödənilməməsindən irəli gəlir. Yaponlar bu məsələni həll ediblər. Xeyirxahlıq həmişə ödənilməlidir. Xeyirxahlıq əvəzsiz ola bilməz. Əvəzsizdir deyin, minnətdarlıqla heç vaxt qarşılaşmır.
Öz adına Giri həmçinin hər bir insandan təmkin və səbr tələb edir. O emosional olmamalıdır. Qadın çığır-bağır salmamalıdır. Kişi ağır və təhlükə hiss etdikdə bunu göstərməməlidir. Yəqin əksəriyyətiniz tsunami zamanı görmüsünüz, şahid olmusunuz yaponların necə nizam-intizamla çığırsız, bağırsız şələ-küləsini yığıb belə deyək, evakuasiya nöqtəsinə yığışmalarını və məktəbə toplaşmalarını hamımız şahid olmuşuq. Əlbəttə ki, bu əsrlər boyu gələn bu təsəvvürlərdən irəli gəlir. Bu əvvəllər bu təmkin, nizam-intizam əvvəllər samuraylardan gözlənilirdi. Sonradan bütün cəmiyyətə aid edildi. Samuraylar acından ölsə belə ac olmadıklarını göstərmələri tələb olunurdu. Onlarda çünki gözü toxluq tələb olunurdu. Yalandan hətta belə bəzi samuraylar diş çöpüdə ağızlarında qurtdalanardılar ki, güya bunlar nəsə yeyiblər. Halbuki acından günorta qalxıb. Yapon mədəniyyətində fəzilətlər arası dilema böyük diqqət cəlb edir. Həmişə diqqət mərkəzində olub. Buna misal olaraq məşhur 47 Ronin əsərini göstərmək olar. Bunun kinosu da var, yəqin baxmısınız. Keçən əsrin ortalarında çəkilmiş məşhur Yapon rejissoru adının yadından çıxıb. Bu hadisə 1703-cü ildə baş vermişdir. Həqiqi hadisədir. Giri və Tyu, yəni imperator və insanın şəxsi borcu arasında olan konfliktdən bəhs edir. Burada qəhrəmanlar Girinin və Tyunun bərqərar olması üçün özlərini, ailələrini, nüfuzlarını qurban verirlər və axırda özlərinə qəsd edərək, özlərinin adlarını təmizə çıxardaraq Yapon dünya görüşünə görə o biri dünyaya köçürlər. Bu nədən əsas bu hadisələrin məğzi nədən bəhs edir? Knyaz Asano adlı biri Knyaz Asanoya biri Segunun yaxın qohumu pis məsləhət verir və onu təhqir edir sarayda. Bunu təhqir etmək, adı da təhqir etmək çox ağır, belə deyək də, cinayət kimi sayılır. Həmən o knyaz, baxmayaraq ki, imperator sarayında qılınc çıxartmaq qadağandır, ya ölümcül bir şeydə, hüquq deməyədə əxlaq pozuntusudur. Qılıncını çıxardıb onu zərbə yetirmək istəyəndə bunun samurayları bunu tuturlar, qoymurlar buna zərbə yetirsin. Çünki bu ağır təhqir ola bilərdi bütün həmin knyazlığa. Bu əvəzsiz qoymurlar. Segun qərar verir ki, imperatora çatdırır. Əlbəttə ki, imperator qərar verir dolayı yolla. Segun özü verirdi əlbəttə ki, qərarı ki, bu seppuku eləməlidir, özünü öldürməlidir öz adını. Bu imperatorun borcunu, Tyunu pozduğu üçün öz adını təmizə çıxartmalıdır. Bu özünü seppuku ilə öldürür, adını təmiz çıxardır, qalır yerdə Ronin. Roninlərə Yapon əxlaqına görə ağası belə ədalətsiz öldürülmüş şey, bu öldürülmüş bir hadisə, bu həmin samurayların adına təhqirdir, Giriyə təhqirdir. Bunlar da adını təmizə çıxartmalıdır. Digər tərəfdən də bu Segunun qohumuna intiqam almaq imperator tərəfindən qadağan edilir. Tyu var. Bunlar qalırlar dilema arasında, neyniyək, nətər eləyək? Özlərini o yerə qoyurlar, yəni hiləyə salırlar. Yaxın qohumlarını belə deyək, kəniz kimi göndərirlər, öz bacılarını göndərirlər ki, həmən o alçağın yanına xidmət eləsin, onun marşrutunu, hərəkət marşrutunu öyrənsin, tək tutsunlar da. Yəni ki, knyazdır, o da böyük qoşunu var. 47 nəfər olur. 47 nəfər. Yəni bunu bir məqamda tuturlar, öldürürlər, intiqamını, öz knyazlarına intiqam alırlar, həm də öz girilərini ödəyirlər, adlarını təmizə çıxardırlar. Bunu eşidən imperator əlbəttə ki, Tyunu pozduğuna görə bunlar da seppuku lütf göstərir, seppuku cəzası verir. Bunlar da özlərini simvolik simvollarına belə deyək də özünü öldürmə yolu ilə öz adlarını təmizə çıxardırlar. Yəni bu faciəvi bir şeydir, əlbəttə ki, əsərdir. Bu Yapon dünya görüşünə həkk olunmuş bir əsərdir. Borclar arasında konfliktin necə həll olunması yollarını göstərir. Borc arasında hisslərin girməsi Yaponiyada qəbul edilməzdir. Qərbdə dəyər sayılan nonkonformizm Yaponiyada qəbahət sayılır. Bu böyük araşdırmaçı Ruth Benedict öz kitabında Qılınc və Xrizantema kitabında mədəniyyətləri iki yerə bölür.
utanc və təqsir mədəniyyəti. Yəni yaponları utanc mədəniyyətinə məxsus olduğunu irəli sürür, Qərbi isə təqsir mədəniyyəti. Əlbəttə ki, burada müəyyən qədər çox maraqlı kitabdır, yaxşı kitabdır. Ancaq bir ön yargılı bir münasibət də görmək olar Rut Benedikt tərəfindən. Bu hər bir qərbli alimə məxsus olan Avropasentrizmi görmək ola bilər. Yəni ki, öz mədəniyyətini təqsir mədəniyyəti, güya əsl vicdandan gələn bir mədəniyyət kimi göstərir. Halbuki biz müasir dövrdə Yapon mədəniyyətinin bu qərb mədəniyyətindən daha üstün olduğunun şahidi oluruq. Yapon əxlaqında özünə nəzarət, özünü ələ alma çox vacib amil sayılır. Yapon dünya görüşündə iradə bədən üzərində mütləq hakimiyyətə malik olmalıdır. Ona görə də həyatın ləzzəti yalnız özünə nəzarət yolu ilə əldə edə bilər. Yapon əxlaqında özünə güzəşt qəbul edilməzdir. Onlarda kamil insan özünə nəzarət, meditasiya və sadə həyat tərzi ilə bu səviyyəyə çata bilən müdrik insandır. Nə kənardan gələn fiziki təhlükə, nə də daxildən gələn ehtiras onu hədəqəsindən çıxara bilməz. Böyük şeylər yalnız özünü məhdudlaşdırma ilə əldə edilə bilər. Fikir verirsiniz, coğrafiya nə qədər uzaq olsa da, yəni biz burada stoisizm məktəbinin belə deyək, analoqunu görürük. Yapon variantını görürük. Nəhayət, uzun sözün qısası, cəmiyyətdə min illər boyu formalaşmış abır-həya mədəniyyətini, onun təminatçısı olan borc hadisəsini məhv etməyə yönələn sosial qəbahətlər biz axır vaxtlar çox rastlaşırıq. İnsanların hətta vətən qarşısında borc hissini də məhv etməyə çalışan manipulativ şüarlar görürük. Yəni, onu qeyd etmək lazımdır ki, borcun bir dəyər kimi məhv edilməsi yol verilməzdir. Ağlı kəsən hər bir kəs bu hadisə ilə mübarizə aparmalıdır. Bu ilə bu qədər, bugünlük bu qədər. Çox sağ olun.